Naylon lifi deməli nələrdən əmələ gəlir? Naylon lifi. Bildiriş gəldi uşaqlar. Mən sizə link göndərim, yenidən qoşulaq. Mənə bildiriş gəldi. Naylon lifi əmələ gəlir deməli heksametilin diaminlə adipin turşusu. Naylon lifi əmələ gəlir heksametilen diamin, heksametilen diamin. Biz aminlər keçmişdik keçən dəfə. Bu diamindir. Heksametilen diamin belə yazılır. NH2. Heksametilen deyirəmsə, neçə dənə burada metilin qrupu olmalıdır? 6 dənə. Buna heksametilen diamin də deyirlər uşaqlar. Və yaxud 1,6 diamin heksan da deyirlər. Bir də adipin turşusu. Adipin turşusu. Adipin turşusunda da 6 dənə karbon var. CH2 burada 4 dənə CH. Baxın, Lafsan lifi ona görə dedim ki, efir qrupu var. Orada COH ilə OH arasında gedir. Burada isə fikir verin, reaksiya amin qrupu ilə karboksil qrupu arasında gedir. Amin qrupu ilə karboksil qrupu arasında gedər. Onlara bax. Deməli, heksametilin diamini birinci çəkirəm bura. Diqqətlə qulaq. Heksametilin diamini birinci burada çəkirəm. H2N, N dənə götürürəm. CH2 6 dənə NH2. Bunun üzərinə gəlir M-mol. 4 dənə CH. Diqqətlə qulaq asın. Deməli, uşaqlar, reaksiya hansı hissələrdə gedər? Amin qrupunda gedər və ya karboksil qrupunda gedər. Ona görə mən o NH2 olan hissələri belə göstərirəm. Elə bil ki, NH belə yazıram bunu. CH2 deməli 6 dəfə NH üzərinə gəl N COH-ı da belə göstərirəm. HO, C, 2 qat oksigen, bayaq CH2 4 dəfə C, 2 qat oksigen, O bu şəkildə. Diqqətlə baxın. Burada nə baş verəcək? Yenə uşaqlar burada, bu hissədə, turşu hissəsindən OH, bu hissədə H gedəcək. İndi burada çoxlu sayda birləşmə var. Kənarlardan da bu H, buradan da bu OH gedəcək. Onları kənarda göstərəcəm. Baxın belə. H burada göstərirəm. Yerdə qalan hissəni buradan yazıram. N, H, CH, 2, 6 dəfə N, H. Bunlar gedəndən sonra bunu birləşdirirəm buna. CH2 4 dəfə C, 2 qat oksigen. Buradan da OH-ı silirəm deyə, baxın, belə göstərir. Buradan da OH-ı burada göstərir. Və bir üstə 2M-1, NN, 1 molda 2M-1 suda. Bu yazılan quruluş isə bizdə olur, bunun ayağında N. Bu bizdə olur, hansı lif? Bu bizdə olur, naylon. Bizə sual verər ki, naylon lifində neçə dənə deməli, bizə deyəcək, naylon lifində nə qədər karbon? Naylon lifində nə qədər karbon? Naylon lifində karbonu saymaq üçün 6 burada, 2 dənə də burada 8, 4 dənə də burada 12 dənə. 6, 6, 12 dənə burada karbon. 12 N sayda burada. Bu karbonların hibrid vəziyyətini bizdən istəyər uşaqlar. Karbonların hibrid vəziyyəti necədir? Bu karbonların hibrid vəziyyətini bizdən istəyər. Buradakı karbonlar hamısı sp3. Buradakı karbonlar da sp3'dür. Bu karbon sp2'dir. Bu karbon sp2. Baxın bir dənə. Görün, anlamadığınız nəsə var burada. Bir dənə baxın. Deməli, 10 N sayda karbonumuz sp3 hibrid vəziyyətindədir. 2 N sayda karbon sp2. 10 N sayda karbon sp3'dir, 2 N sayda karbon sp2. Bu belə. Bizdən uşaqlar metilen qruplarını istəyə bilər. Neçə dənə metilen qrupu var?
Neçə metilen qrupu? Metilen qrupu bu CH2'lərdir. 6 dənə burada, 4 dənə də. 10 en sayda burada metilen qrupu var. Bax, müxtəlif cür suallar verir. Əgər polimerin formulunu bilirsənsə, sən bu sual rahatlıqla cavab verə bilərsən. 10 en sayda metilen qrupu. Yenə deyirəm, metilen qrupu deməli hansı qrupdur? CH2'lər. Bunları bilməli. Bu belə. Bundan başqa gəlirik növbəti lifə. Deməli, burada da peptid, dedim ya, peptid qrupu var burada. Burada peptid qrupu hardadır uşaqlar? Baxın. Sizə demişdim, peptid rabitəsi. Baxın, karbonla azot arasında bu rabitə peptid rabitəsi. Bu qrup da bütövlükdə peptid qrupu idi, bilirsiniz. Gəlirik növbəti, deməli, hansı lifə gəlirik? Gəlirik kapron lifi. Kapron lifi. Uşaqlar, indi siz mənə deyin görək, bu naylon lifi neçə dənə monomerdən yarandı? Naylon lifi. 1 monomerdən yarandı, yoxsa 2 monomerdən naylon lifi? Naylon lifi də 2. Kapron lifi 1 dənə monomerdən yaranır. Hansı monomerdir o? Kapronda neçə dənə karbon var uşaqlar? 6 dənə. Baxın. Bunun adı nədir? Deyəcəksiniz, nömrələsəz bunu. Amin qrupu neçənci karbona düşür uşaqlar? 6. 6 amin heksan tuş. 6 amin heksan tuş. 6 amin heksan və yaxud da bu şəkildə demək olar buna. Epsilondur. Deməli, amin 6 dənə karbonun adı kapron idi. Kaprondur. İndi bir dənə monomerdən yaranır burada. Buradan kapron lifi bir dənə, yəni bu kapron turşusundan yaranır. Amin kapron turşusundan. Baxın, bunu necə yazacağım? H, N, H, CH2 5 dəfə. COH-ı da açacağım bu şəkildə. CO, deməli, OH. Bunu N götürəcəm, fikir vereyim bura. Buradan nə edəcəm uşaq? Bu tərəfdən OH-ı siləcəm, bu tərəfdən də H-ı siləcəm. Təbii ki, burada bir dənə amin turşusundan çoxlu sayda birləşir. Onda nə olacaq? Belə bir lif yaranacaq. Baxın, N, H, CH2 5 dəfə CO. Bunu belə də verər, CO kimi də verər, fərqi yox. Əgər sən bilirsənsə, burada artıq N-1 mol su çıxacaq. Əgər burada şeyləri göstərirəmsə, H-la OH-ı kənarda göstərirəmsə. Göstərməsəm elə N yazaq. Bu qədər su deməli çıxır bu vəziyyətdə. Burada bizə deyər neçə dənə karbon var, deyəcəksiniz 6 N sayda karbon. Bunun hibrid vəziyyətimizdən soruşdu uşaqlar. Buradakı karbon deməli sp2-dir, buradakı karbonlar sp3. 6 karbonun bir dənə N dənəsi sp2-dir, N dənə karbon sp2-dir. Deməli 5 N dənə karbon isə sp3. Baxın bir dənə. Və yaxud bizə deyər ki, burada tutaq ki, metilen qrupunun sayı neçədir? Kim deyər uşaqlar? Metilen qruplarının sayı neçə dənədir burada? CH2'lərdir. 5 N sayda metilen qrupu var. 5 N sayda metilen deməli nəyi var? Qrupu var. Baxın bunlara. 5 N sayda metilen qrupu var. Bunu da bildiksə uşaqlar, gəlirik, xərit də gəlir. Axırıncı lifə enant lifi. Enant lifində neçə dənə karbon olacaq? Enant lifində 7 dənə karbon olacaq. Deməli, bu hansı amin turşusudur? 7 amin enant turşusudur. Və yaxud da omega amin, belə demək olar buna. Heksan turşusu. Heksan yox, heptan turşusu. Heptan turşusu. Bunun polikondensləşməsindən alınır. Uşaqlar, siz mənə deyin görək, deməli, enant və kapron lifi neçə dənə monomerdən yaranır? Bir dənə monomerdən yaranır. Bəli, bir dənə monomerdən yaranır. Bunu bu şəkildə göstərsək. Bundan yarananda elə ki, buradan bunu böləcəksiniz. Baxın, bu hissələri kənarda saxlayarıq. Yerdə qalan hissə olacaq bizlər. Və 1 mol da bundan.
Bu nə lifi sayılacaq uşaqlar bizdə? Bu olacaq enant lifi. Enant lifi. Bu olacaq bizdə enant. Bu karbon sp2-dir. Buradakı karbonlar sp3. Neçə dənə metilen qrupu var? 6 n dənə metilen qrupu. 6 n dənə metilen qrupu. Bunlar belə. Demək olar ki, bu əsas hissələri sizə dedim. Burada çətinliyimiz var, yoxsa yox? Məncə yoxdur. İstəyirəm indi əgər bunları bildik, keçən topludan biraz, sən də qulaq as elə, bu yadıma düşür. Keçən topludan ümumiyyətlə bu polimerlərin testlərinə bax. Siz birinci günə bütün deməli qaydaları öyrənmək və 200 ümumi